لبيك اللهم لبيك لبيك لا شريك لك لبيك. Bismillahirrahmanirrahim. Lebbeyk Allahümme lebbeyk. Lebbeyke la şerike leke lebbeyk. İnnel hamde ve nimete leke vel mulk. İlahi, sənin dəvətini qəbul edirəm, sənin heç bir şərikin yoxdur və bütün həmd, sənalar, bütün nemətlər, bütün mülk və qüdrət sənin tərəfindədir və sənə məxsusdur. Bu ildə həcc mövsümü gəlib çatdı və İslam ümmətinin zəvvarları bəndəlik ehramını bağlayaraq maddi və adi həyatdan ilahi və saadətli bir həyata hicrət etmək üçün ləbbeyk dedilər. Haq Teala'nın ibadət oxu ətrafında cəmləşən tövhidçi bir həyat və Allaha şərik qoşanlardan uzaqlaşmaq, onları rədd etmək və onlardan bəraət elan etmək. Lakin bu hicrət fürsəti yalnız bu ilki Beytullah zəvvarlarına aid deyil, İranın və bütün dünyanın bütün müsəlman qardaş və bacılarını, o cümlədən ömrünün ötən illərində həcc ziyarətində olmuş şəxslərdən tutmuş, hələ həcc əməllərini yerinə yetirməyə müvəffəq olmayan kəslərə qədər hər kəsi əhatə edir. Bu hicrətin şərti daim Allahın zikri ətrafında ehram bağlamaqdır. Daim haq mehvəri ətrafında təvaf etməkdir. İlahi vəzifələrin təhlükəli zirvələri arasında daim səy göstərməkdir. Azdırıcı təzahürləri və bütün davamçıları ilə birlikdə şər şeytana daim rəmiyə cəmər etməkdir. Diqqət və yalvarışla dolu vüqufdur. Yerindən tərpənə bilməyən və yoldan keçən fəqirlərə yemək verməkdir. Nəfsi istəkləri və azdırıcı meylləri qurban vermək və daxili çirkinlikləri təmizləməkdir və bütün hallarda xidmətə hazır olmaq və haqqın müdafiəsi bayrağını yüksəltməkdir. Beləliklə, İran xalqı İslam inqilabının miqatında məhz bu hicrət yoluna qədəm qoydu. Böyük Xomeyninin İbrahim sayağı çağırışına ləbbeyk dedi. İtaətkarlıq libasını əynindən çıxartdı, dünya və axirət saadəti ehramını geyindi və ləbbeyk deyərək İslamın pak Məhəmmədi sallallahu aleyhi və aleyhi və səlləm marifi ətrafında təvaf etməyə və özünü dünya ədalətinin və böyük vilayətin aləmi nurlandıran işığına yaxınlaşdırmağa çalışdı. Allahu Ekber, Allahu Ekber, La ilahə illəllah və Allahu Ekber, Allahu Ekber, Vəllahul həmd, Allahu Ekber, əla ma hədana. Bəli, Allahu Ekber, məhz bu Allahu Ekber silahı ilə İranın müsəlman xalqı 47 il əvvəl qiyam etdi, Pəhləvi sülaləsinin diktator və asılı tağut rejimini devirdi, tamahkar və müstəkbir Amerikanın əl qolunu ölkədən kəsdi və siyonizmin nüfuzuna tamamilə son qoydu. Elə bu Allahu Ekber silahı ilə idi ki, Səddamın bəs rejiminin İran torpağına təcavüzündən sonra qeyrətli mücahidlər və fədakar gənclər 8 illik müqəddəs müdafiə dastanı yaratdılar və şərq ilə qərbin bütün güclərinin bəs rejimini dəstəkləməsinə baxmayaraq onu yerində oturtmağı bacardılar. Onlar bu müqaviməti illər sonra da düşmənlərin iqtisadi mühasirələri, çevriliş cəhdləri, ədalətsiz sanksiyaları, habelə İslam Respublikasına qarşı saysız hesabsız siyasi, təbliğati və iqtisadi hücumları qarşısında möhkəm və sarsılmaz şəkildə davam etdirdilər. Vəllahu Ekber, məhz bu Allahu Ekber silahı idi ki, İslam ümmətinin və müqavimət cəbhəsinin mücahid gənclərinin İrandan Livana, Fələstinə, İraqa, Suriyaya, Afrikadan Yəmənə, Əfqanistan və Pakistana və dünyanın bütün azad xalqlarına qədər birlik tellərini möhkəmləndirdi. Bu möhkəm ip siyonist işğalçı təcavüzkarlara qarşı İslam ümmətinin varlığını müdafiə etmək üçün ayağa qalxdı. IŞİD'in fəaliyyətinə son qoydu, Əl-Əqsa tufanı başlatdı və sarsılmış siyonist rejimi tənəffüs çətinliyinə düçar etdi. Allahu Ekber, bəli, Allah Taala vəsflərin fövqündə tərifə sığmayan dərəcədə böyükdür. Məhz bu Allahu Ekber silahı idi ki,
İran İslam Respublikası ona arxalanaraq 2025-ci ilin iyun ayı baş verən ikinci məcburi müharibədə Siyonist rejimi öz ağır zərbələri ilə çarəsiz qoymağa, təcavüzkar Amerikaya sərt bir sillə vurmağa və düşmənin İranı təslim etmək məqsədini boşa çıxarmağa müvəffəq oldu. Və Allahu Ekber silahı İran xalqına elə bir qüvvə və güc bəxş etdi ki, Peyğəmbərimizin xələf övladı, böyük rəhbər Ayətullah Uzma Seyyid Əli Hüseyni Xameneyinin günümüzün şər qüvvələri tərəfindən şəhadəti kimi ürək yandıran hadisədən sonra ilahi bir dirçəliş yaşadı. Xalq ehtiyac olan hər bir meydanda hər tərəfli iştirak etməklə dünyanın gözlərini öz qəhrəmanlıqları ilə heyrətləndirdi. Allahu Ekber doğrudan da Allah Teala vəsflərin fövqündə böyükdür. Məhz bu Allahu Ekber silahı idi ki, İran İslam Respublikasının qeyrətli döyüşçüləri və canını fəda edən silahlı qüvvələri, müqavimət cəbhəsinin mücahidləri, xüsusilə Əziz Livanla birlikdə 3-cü müharibədə 2 terrorçu və dişinə qədər silahlanmış Amerika Siyonist ordusuna qarşı gözə çarpan qələbələr qazandılar. Onlar Rəbbinə təvəkkül edərək yerüstü, hava və dəniz raketləri və dronları vasitəsilə böyük şeytanı, yəni Amerikanı və onun tərbiyə etdiyi heyvanı, yəni Siyonist İsrail rejimini məğlub etdilər və Allah yolunda cihad edənlərə verilən ilahi qələbə vədini öz gözləri ilə gördülər. Və bir daha Allahu Ekber, şübhəsiz ki, uca Allah hər şeydən daha böyükdür və onun orduları hər bir qüvvəyə qalib gəlir. Məhz bu Allahu Ekber şuarı ilə İran xalqının və müqavimət cəbhəsinin dirçəlişinin ardınca İslam ümmətinin də dirçəlişi gerçəkləşəcəkdir. Müsəlmanların həyatının fərdi, ictimai və siyasi sahələrində müşriklərdən uzaq durmaq anlayışı həcc mərasimindəki rəmzi mənadan çıxaraq dünyanın müxtəlif bölgələrinə yayılacaq. İslam ümmətinin və region xalqlarının bir çox ortaq imkan və mənafeyi vardır. Bu ortaq əsaslar gələcəyin yeni nizamını və regionla dünyanın sabahki quruluşunu formalaşdıracaq. Mən səmimiyyət və ixlasla bütün İslam ölkələrini və hökumətlərini dostluğa və xeyir işlərdə əməkdaşlığa dəvət edirəm. Gəlin birgə çalışaraq İslam ümmətinin tərəqqisi və İslam dünyasının problemlərinin həlli yolunda addım ataq. Bu məsələdə qəti olan odur ki, zamanın çarxı geri dönmür. Regionun xalqları və torpaqları artıq Amerika hərbi bazalarının sipəri olmayacaq. ABŞ artıq bölgədə hərbi bazalar qurmaq və şər məqsədlərini həyata keçirmək üçün təhlükəsiz bir nöqtəyə sahib olmayacaq. O getdikcə əvvəlki mövqeyindən uzaqlaşır. Həmçinin sarsılmış Siyonist rejim və İsrail adlı xərçəngə bənzərgara öz murdar ömrünün son mərhələlərinə yaxınlaşır və uca Allahın lütfü ilə 10 il öncə şəhid olmuş böyük rəhbərin uzaq görən və qəti sözünə əsasən həmin tarixdən 25 il sonra varlığını sürdürə bilməyəcək inşallah. Buna görə də bu il müşriklərdən uzaq durmaq mövzusu daha böyük əhəmiyyət daşıyır. Amerika və Siyonist rejimə qarşı olan bu mövqeyinin genişliyi və dərinliyi həcc mövsümündəki rəmzi mərasimlərlə məhdudlaşmır. Əksinə İranın və dünyanın müxtəlif bölgələrində bu mübarək günlərdən sonra da Amerikaya ölüm və İsrailə ölüm şüarları İslam ümmətinin və dünyanın məzlum xalqlarının, xüsusən də gənclərin dilində səslənən ümumi şüara çevriləcək. Gələcək İslam ümmətinə və yeni İslam sivilizasiyasına məxsusdur. Hər birimiz öz himmətimiz, imkanımız və məsuliyyətimiz qədər bu gələcəyin gerçəkləşməsində və ona daha da yaxınlaşmasında rol oynaya bilərik. İranlı zəvvarlar və həcc ziyarətçiləri bu ilki həccdə digər müsəlman qardaş və bacıları üçün 3-cü məcburi müharibədə qazanılmış zəfərin düzgün şəkildə anladılmasında və onları parlaq gələcəyə ümidləndirməkdə mühüm və seçkin rol oynayırlar. Bütün hacılardan xahiş edirəm ki, bəşəriyyətin xilaskarının zuhurunun tezləşməsi üçün dua etməyə xüsusi önəm versinlər. İslam ümmətinin vəhdəti, Fələstinin və Məscid-ül-Əqsanın azadlığı
Müsəlmanların böyük çətinliklərinin aradan qalxması və dünya istikbarı qarşısında son qələbəyə çatması üçün dua etsinlər və məni də öz xeyir dualarından məhrum etməsinlər. Ey Rəbbimiz, Məhəmməd və Ali Məhəmmədə salam yetir, lütf və mərhəmət nəzərini hacıların və bütün İslam ümmətinin nəzərinə sal. Onlara qəbul olunmuş həcc nəsib et, qəlblərini mərifət və bəsirət nurları ilə işıqlandır. Ümmətin vəziyyətinin islahı və İslam düşmənlərinə qarşı son qələbə yolunda iradələrini daha da möhkəmləndir. Ey Rəbbimiz, öz geniş fəzl və rəhmətini Allah yolunda şəhid olanların, xüsusilə müqavimət cəbhəsinin şəhidlərinin və onların başında duran böyük rəhbərin pak ruhlarına nazil et. Ümmətin liderinin hidayəti və rəhbərliyi altında olan hacıların həccindən, ibadət edənlərin ibadətindən və çalışanların zəhmətindən böyük bir pay onun ilahi ruhuna çatdır və İran xalqına, İslam ümmətinə onun yolunu və hədəflərini davam etdirməkdə kömək et. Ey Rəbbimiz, ən üstün salam və dualarını ağamız və Mövlamız Həzrət Mehdi Müntəzirə göndər. Bizləri və bütün İslam ümmətini o Həzrətin pak və müstəcab dualarına şamil et. Dünyanı onun mübarək qədəmləri ilə nurlandır və zinətləndir. Necə ki, vəd etmisən və bizim qəlblərimiz bu qəti vədəyə olan arxayınlıqla doludur. Vəədəllahullezine amenu minkum və əmilussalihatı liyəstəxlifənnəhum fil ərzi kəməstəxləf əllezine min qablihim və ləyuməkkənnə ləhum dinəhumullazi irtəza ləhum və ləyubəddələnnəhum min bə'di xavfihim amena və səlamu əla cəmiyə ixvanənəl muslimin və rəhmətullahi və bərəkatu. Seyyid Müçtəba Hüseyni Xameneyi 5 Xordad 1405, 9 Zilhəccə 1447. لبيك اللهم لبيك لبيك لا شريك لك لبيك